2026-cı il ikinci magistratura qəbul imtahanında istifadə olunan informatika suallarının izahına başlayırıq. Birinci sualımız Excel ilə bağlı hesablama tipli sualdır. Sualda qeyd olunub ki, Y8 xanasında verilən düstur var, onu Y2 xanasına sürüşdür və bax görək nə nəticə alınacaq. Biz Y8 xanasında durmuşuq və getməliyik Y2 xanasına. Diqqətlə baxırıq ki, sütunlarda heç bir dəyişiklik yoxdur, sətirlərdə isə 6 vahid azalma müşahidə olunur. Deməli, bizim bu düsturumuzda da, düstur daxilində, funksiya daxilindəki olan xanalarda azalma baş verəcək. Məsəl üçün, power yerində qalacaq təbii ki, power yerində qalır. D8-də 6 dənə azalma olacaq, D2, 8-dən 2 çıxdım. Nöqtəli vergül, right, R yazıram. B8 də 6-dan azalıb olacaq B2, nöqtəli vergül. Bir dəyişməyəcək, çünki bu sabit ədəddir. İndi bu düsturun nəticəsini yazmaq lazımdır ora. Power qüvvət deməkdir. D2 xanasının nəticəsini tapıb, qüvvətinə o right-ın nəticəsini qoymalıyıq. D2 xanasına qiymət qeyd olunub 3, yəni 3 üstü nəsə bir şey olacaq. B2 xanasında da right sağdan ayır yaz deməkdir. Bir dənə simvolu ayırırıq. Olur bizdə G hərfi. 3-ün üstünə G hərfi yazsam, onda mən düsturun sintaksisini pozmuş oluram. Çünki bu power funksiyası ədədlə işləyən riyazi funksiyadır. O zaman xəta alacağıq, Y variantı. Bəzən tələbələr çaşdırır, deyir ki, number xətası. Number nə vaxt çıxır? Məsələn, riyazi qanuna uyğunsuzluq olanda, tutaq ki, faktoriala mənfi verəndə, yaxud həddindən artıq böyük ədədlər üzərində. Məsələn, mən yazsaydım ki, 3 üstü 9 milyon 654, onda bəli, bizə verərdi number xətası. Amma burada düsturun sintaksisində səhv var. Halbuki rəqəmlə işləməli idi, biz onu sözlə işləməyə məcbur elədik. Cavabımız Y variantı, value xətası. Ümumi xətalarla bağlı olan təqdimatımızın səhifəsinə baxaq və gələcəkdə bu tipli xətalar qarşımıza çıxanda necə yanaşmaq lazımdır, ona da bir balaca göz gəzdirək. Təqdimatımız açılsın. Aha. Burada biz o barədə məlumat vermişik. Excel-də xətalar. Gördüyün kimi, value xətası düsturda düzgün tipə malik olmayan arqumentdən istifadə olunarkən və yaxud da mətn tipli verilənlər üzərində hesablama apararkən ortalığa çıxır. Keçid alırıq növbəti sualımıza. Aşağıdakılardan hansı təqdimatın görünüş rejimi deyil? Təqdimatın görünüş rejimləri ümumilikdə view lentabının içərisində görsənir, 5 dənədir. Bunların heç biri, hətta bunları belə də təsnif eləmək olar. Normal, outline, slide sorter və reading view vəziyyət sətrində görsənir, amma notes page görsənmir. Burada isə ümumiyyətlə görünüş rejimi olmayan print layout var. Bu da harda görünüş rejimidir? Niyə çaşdırır bizi? Word-də görünüş rejimidir. Word-dəki görünüş rejimlərindən biri budur, print layout. Üçüncü sual maraqlı suallardan biridir. Replace, əvəzləmə düyməsi ilə hansı sözlər çıxacaq, o sözlərin sayını istəyir. Diqqətlə baxırıq, qeyd olunub ki, axtarılacaq you ifadələri əvəzlənəcək ABC ilə. Amma bir şərtlə ki, match case, yəni registr nəzərə alınmalıdır. Bu o deməkdir ki, belə U yazılsa, birinci Y böyük, qalanları balaca nəzərə alınmayacaq. Yaxud da, məsələn, Y balaca olsun, içəridəki O böyük olsun, U balaca olsun, nəzərə alınmayacaq. Yəni, necə yazılır bu formada? Bir də altdakı qeyd edir ki, find whole words only, yəni mətnin uzunluğu burada məhdudlaşmalıdır. Məsələn, your sözü qeyd olunarsa, o nəzərə alınmaz. Yəni, içində you olan yox, sırf you olanlar. İndi biz artıq bu məsələni bizim üçün aydın olduğu üçün yavaş-yavaş başlayırıq məsələni özümüz üçün aydınlaşdırmağa. Məsəl üçün, sətir-sətir baxırıq. Birinci sətirdə bizə lazım olan bir dənə söz tapdıq. İkinci sətirdə ikinci söz tapdıq. Bunu nəzərə almırıq. Yenə bunu nəzərə almırıq. Bunda nəzərə almayacağıq. Bu sətirdə də bir dənə söz tapdıq özümüz üçün. Növbəti sətirdə yoxdur belə söz. Bu sətirdə də bizə lazım olan bir dənə söz tapmışıq. Altdakı sətirdə növbəti söz tapıldı. Burada 2 dənə sözdür yanbayan gördüyünüz kimi bu sözlər. Bu sətirdə söz yoxdur. Bu sətirdə yenə də 2 dənə söz tapdıq. Biri bu tərəfdə, biri bu tərəfdə və sonuncu sətirdə də bir dənə tapdıq. Sonunda da sayırıq 10 dənə bizə lazım olan söz tapılır. Deməli düzgün cavab variantımız 10 olacaq B variantı.
Dördüncü sual. Qlobal şəbəkə ilə bağlı sualdır. İşlədiyimiz sual tiplərinə çox oxşar suallardandır. Qeyd olunub ki, uyğunluğu müəyyən edin. İnternetə qoşulmanın iki cür növü var. Simsiz və simli olaraq. Simsizlər WAP-dır, H-dir, GPRS-dir, Wi-Fi, WiMAX bunlar nümunə göstərmək olar. E, Amma simlilərdən də göstərmək olar ADSL ilə dial-up'ı. Hansı ki, dial-up'da xətt məşğul olur, ya internet ya da telefondan istifadə etməlisən. Cavabımız olacaq B ilə Y. Birə B uyğun gələcək, bir də Y. Yəni burada bizə deməyib ki, simli və yaxud simsiz. Ümumiyyətlə internetə qoşulma növü deyir. Bunu biz hardan öyrənmişik? Deməli, bizim qlobal şəbəkələrlə bağlı olan təqdimatımızda bu barədə məlumat qeyd olunub. İndi göstərəcəm. Qlobal kompüter şəbəkələri ilə bağlı olan təqdimatda bu məsələ aydınlaşıb. Simli əlaqə vasitələri bunlardır. Simsiz isə bir bu səhifədir, bir də bu səhifədir. Deməli, 7 dənə simsiz, 3 dənə simli əlaqə vasitəsi var. Şülüzlər də iki cürdür. Xarici şülüz, external gateway protocol və internal daxili şülüz. Birə də 2-yə də uyğun gələcək A ilə D. Aydın məsələdir. 3-ə də qalır TCP/IP protokolu, internet əsas baza protokolu. Baxırıq yenə qlobal şəbəkə mövzusuna. Çox yaxın slaydlarda burada məlumat verilib. Həm daxili xarici şülüzlər haqqında burada məlumat verilib. Biraz o tərəfdə isə protokol nədir və internetin baza protokolları hansılardır? Keçid alırıq. İndi burada cavabımız nə oldu? 1B-yi, 2A-da, 3C. Yəni C variantı düzgün cavabdır. 5-ci sual uyğunluğu müəyyənləşdirin. İnformasiya təhlükəsizliyi ilə bağlı Wi-Fi təhlükəsizliyini göstərir. Şəbəkənin adını gizlətmək SSID-nin gizlədilməsidir. MAC ünvanın filtrasiyası yalnız icazə verilən fiziki ünvanlara giriş icazəsidir. D variantı. VPN isə həssas trafiki göndərmək üçündür, yəni trafiki şifrələyərək istifadəçini qoruyur. B variantı. Bunun üçün də biz daxil olacağıq həmin bir dediyimiz informasiya təhlükəsizliyi ilə bağlı təqdimata. Burada Wi-Fi təhlükəsizliyini artırmaq məqsədi ilə görülən tədbirlərdə biz görə bilərik şifrələmə, SSID-nin gizlədilməsi və s. Bizə lazım olanlar burada qeyd olunub. Eyni zamanda VPN haqqında da ayrıca danışılıb. VPN haqqında səhv etmirəmsə biz danışmışıq sonlara yaxın. Bunu burada olmalıdır. Bəli, buradadır. Virtual Private Network internet üzərində sizin üçün təhlükəsiz gizli bir dırnaqarası tünel yaradan texnologiyadır. Normalda internetə qoşulduqda məlumatlarınız birbaşa provider vasitəsilə saytlara ötürülür. VPN isə məlumatları cihazdan çıxmaz əvvəl şifrələyir. Məlumatlar internet içərisinə keçən kənar şəxslər üçün görünməz olan xüsusi tünellərlə VPN serverlərə gedir. Davam edirik növbəti 6 nömrəli sualla. Obyektləri qrup şəklində axtarmaq əməliyyat sistemləri mövzusuna aiddir. Fayl maskalarıdır. 1-dən 2. Belə ki, ulduz maskası ixtiyari sayda, yəni n sayda simvolu ehtiva edirsə, sual nə az nə çox bir simvolu ehtiva edir. Bu barədə bizim həmin bu sözügedən əməliyyat sistemi təqdimatında geniş izahımız olub, ona uyğun da məlumatlarımız və testlərimiz olub. İndi hal-hazırda həmin səhifəni ekrana gətirirəm. Fayl maskaları qlobal maskalardır və onlar faylların qrup şəklində axtarılması, yerdəyişməsi, köçürülməsi və silinməsində istifadə olunur. Keçirik növbəti 7-ci suala. Bu sual öncəki illərdə dövlət qulluğunda istifadə olunan sualdır. Biz hətta bu sual tiplərini əvvəlcədən də işləmişik. Buna oxşar sual tiplərini. Ona görə sual qəbulda qabağımıza çıxması bizim üçün belə deyək bir növ göydən düşmədi. Doğru mülahizələri seçin. Case texnologiyaları yaxud da proqram kompleksləri mürəkkəb informasiya sistemləri yaradılması üçündür. Yəni proqram təminatının içərisinə aiddir. Bir düzgün fikirdir bizdə. İstər kompiliator, istərsə də interpretator translatorun xüsusi növləridir. Və bir də IDE, proqramlaşmanın inteqrallaşmış mühiti deməkdir. İnstrumental proqram təminatına aiddir. Cavabımız olur C variantı. Qaldı ki, digər variantlar niyə səhvdir? Kompiliator birbaşa tərcümə edir, amma eyni zamanda yerinə yetirmir. 5-də bütövlükdə olan kompiliatorun tərifidir. 6-da setup.exe olmalı idi. 8-də də maşın dilində olan proqrama mütləq proqram deyilir, yaxud işçi proqram deyilir.
Çox önəmli məsələdir əslində bu proqram təminatı ilə bağlı. İndi mən əyani şəkildə də göstərəcəm. Deməli, instrumental proqramlar 20-ci səhifədən başlayır. Əvvəlcə biz məlumat vermişdik ki, ilkin proqram nədir, sonra mütləq proqram nədir, ilkin proqram mütləq proqrama çevirən translyatordur, translyatorların növləri var. Qaldı ki, IDE məsələsinə. IDE əslində budur. Proqramlaşdırmanın inteqrallaşmış mühiti. Yəni qabağınıza çıxarsa ingilis dilində olan abreviaturasıdır və nə işə yaradığını da buradan görə bilərsiniz. Cavabımız olacaq C variantı 1, 2, 4, 7. Deyək. 8-ci sualı biz işləmişik harda? Deməli, imtahana bilirsiniz, artıq bir aydan biraz çox vaxt müddət qalanda mən əvvəlcə başlayıram tələbələrə intensiv hazırlıq çərçivəsində müəyyən mövzu testlər işlətməyə. İndi biraz bu şansda bizim çox vaxtımız yoxdur onu eləməyə. Amma bizim vaxtımız olan vaxtlar olub, gözəl vaxtlarımız olub. Həmin vaxtlarda biz müəyyən testlər işləmişik. Bax, fikir versənmi? Görürsən sualı? Bu sualı mən işlətmişəm. 143-cü sual fikir versənmi? İndi də bu sualdır. Aparat, hesablama proqram, hesablama aparat proqram. Görürsən? Əmrlər sistemi, idarəetmə prinsipləri, əmrlər sisteminin yerinə məsələn idarəetmə prinsiplərini saxlayıb. Yəni sual bir-birinə necə çox oxşuyur. Burada da cavabımız A variantı idi. Burada da cavab A variantıdır. Deməli biz hətta belə bir zarafat eləmişdik ki, hesablama məntiqi imkanlarını əviş ifadəsinə yadda saxlayırıq. Yəni əmrlər sistemi, verilənlərin formatları və işləmə sürəti. Bu ə yoxdur, amma verilənlərin formatları ilə işləmə sürəti var. 2-yə AC tapan kimi düzgün cavabı qoyursan cibivə. Görürsən? Həmin o dediyim əviş söhbəti burada özünü göstərir. Bəs biz bunu harda öyrənmişik? Təqdimatımızın özündə də göstərmək lazımdır. Aparat təminatı birinci hissə. Təqdimatı tapım da göstərəcəm sizə. Təqdimatlar, aparat təminatı, dərs nömrə 1. Və bu hissədə biz əvvəlcə ehmlərin yaranma tarixindən danışdıq və 10-cu slaydda fikir versənsə, həmin məsələyə aydınlıq gətirilib. Struktur nə deməkdir, arxitektura nə deməkdir, sonra arxitekturanın növləri. Budur da, yəni bunu bilən adam onsuz da qəbulda düzgün cavabı əldə edir. Gördüyün kimi hər şey öz yerindədir. Hesablama məntiqi imkanları nə düşmüşdü? Əmrlər sistemi verilən. Yox. Əmrlər düşməmişdi. Verilənlərin formatları və işləmə sürəti. Aparatdan da uyğunluqları tapırsan, proqram onsuz da asandır. Baxan kimi bilirsən ki, bu proqrama aid olacaq. Məsələn, əməliyyat sistemi və s. Yəni bu sual çətin sual deyildi. Yəni testləri işləyən adam üçün heç nədir bu sual. Yəni təkrar sualları sayası olsaq, axırda bir özümüz üçün ortalama çıxardarıq, baxaraq görək necəsə təkrar düşür. 9-cu sualımıza baxırıq. Bu sual da çətin sual deyil, alqoritmin xassələrinə aiddir. Artıq görürsünüz son 2 qəbuldur ki, alqoritmdən həmişə bir sual düşdüyü halda 2 qəbuldur ki, 2 sual düşür. Diskretlik xassəsi. Diskretlik xassəsi alqoritmin belə deyək, ardıcıllıqla bağlı olan xassəsidir. İndi danışarıq hansı xassədir. A variantı kütləvilik xassəsidir. B variantı nəticəvilik xassəsidir. C qalsın Y ilə. D variantı yenə kütləvilik xassəsidir. C ilə Y variantı bir-birinə çox oxşayır. Amma alqoritm ixtiyari ardıcıllıqla getmir. Öncədən müəyyən edilmiş ardıcıllıqla gedir. Yəni, məsəl üçün, mən alqoritmə başlayanda hesablamanı apara bilirəm. Amma hesablamadan qabaq mənə nə lazımdır? Paraleloqram lazımdır ki, verilənlər ora daxil edilsin. Yəni, verilənləri hesablayandan sonra paraleloqram vermək mənim üçün uyğun gəlməz. Ona görə də ardıcıllıq müəyyən qaydada gedir. Cavab Y variantıdır. Bizim təqdimatımızın da içərisində alqoritmlə bağlı olan təqdimatımızı indi açaq. Burada məlumat qeyd olunub. Alqoritmin xassələri gördüyün kimi bu formada. Alqoritmin xassələri müəyyənlik, kütləvilik, diskretlik və nəticəvilik olaraq özünü göstərir. Nə demişik? O formada qəbuldadır, qabağa çıxıb. 10-cu sual. Aksesdən daha çətin suallar var təbii ki, amma burada düşən sual asan sualdır. Domen sütuna deyilir, kortej isə sətrə deyilir. Baxıram ki, burada 3 dənə sətr var, 5 dənə də sütun var. Deməli, belə çıxır cavabımız nə olmalıdır? 3 kortej, 5 domen. Çox sadə sual idi. Akseslə bağlı düşə biləsi o qədər çətin sualların içərisindən, halbuki sənə bu sualı veriblər. Birlikdə baxa bilərik. Açılsın baxaq. Deməli, hanı bizim nəyi axtarırıq? Verilənlər bazasını idarəetmə sistemi. Buradadır. İndi bax, relyasiya verilənlər bazasının izahında qeyd eləmişəm. Fikir versən, domen sütunlara deyilir, kortej sətirlərə deyilir. Və salam, bununla da məsələ yekunlaşır.
Onu bilən adam düzgün cavabı onsuz da əldə eləyir. Keçid alırıq növbəti 11 nömrəli suala. Hansı ki bu sual bizim kitabımızın içərisində ev tapşırığında işlətdiyimiz sualdır. Sadəcə sözlər dəyişilir. Həmin sualı da göstərə bilərəm sizə. Deməli, bizim kitabımız, yəni kursumuzun kitabı, indi taparam onu, informasiya birinci isə son versiya. Bax, gördüyün kimi elə həmin sualın üstündəyik, görsənmi? Bu mənim hazırladığım sualdır. Eynən bu suala oxşayır. Görsən necə oxşayır. İndi isə sualın özünə baxaq. Sualı kəsirik. Bu suala düzgün cavab verə bilmək üçün əvvəlcə sən nəyi bilməlisən? Bu önəmli məsələdir. Bilməlisən ki, qovluqların iyerarxiyasında hansı qovluq hansının altında yerləşirsə, altında nə mənada? Məsələn, bu formada ondan düz eyni bərabərdə yerləşirsə, onun ondan asılılığı yoxdur. Amma hansı hansının sağında yerləşirsə, onun içində yerləşir. Deməli belə çıxır ki, biz başlayırıq protokoldan, protokol faylının tam yolundan. Protokol hansının içində yerləşir? Referensdə. Referens hardadır? Dokumentdə. Dokument datadadır, datada öz növbəsində C-dədir. Deməli, C-dən sonra data gəlməlidir, doğrudur. Bu söhbətə görə B variantı səhvdir. B variantını sildik. C-dən sonra data gəlməlidir. Amma D variantına C-dən sonra referens gəlir. Deməli, bu da yanlışdır. Artıq iki variant bizim üçün düzgün deyil. Deməli, qalan variantların ilkin olaraq başlanğıcı doğrudur. Sıxıntı yoxdur. Yəni, həm bura düzdür, gördüyün kimi, həm bura düzdür, həm də bura düzdür. Üçü də eyni şeydir də. İndi keçirik digər məsələyə. Rəngi dəyişirəm. İkinci monitorundur. Monitor harda yerləşir? Picture-də. Picture dokumentdə yerləşə bilər? Xeyr, çünki ondan müstəqil üzvdür. Picture harda yerləşir? Nəyin sağındadır? Datada yerləşir. Datada öz növbəsində C-də yerləşir. Deməli, C, data, picture, monitor. C, picture monitor yazıbdır. Data yoxdur. Bu söhbətə görə A variantı da səhvdir. Qalırsan C ilə Y arasında. Burada yenə də C, data, picture, monitor düzdür. Amma necə ki mən monitor üçün bu ardıcılığı qurmuşam, eləcə də nə üçün qurmalıyam o ardıcılığı? CD üçün də qurmalıyam da, düzdür? Ola bilərmi ki, monitor tam ardıcılığı versin, amma CD verməsin? CD də hardadır? Yenə picture-dədir. Picture hardadır? Datadadır, o da C-dədir. Doğrudur. Deməli cavabımız da elə C variantıdır. Doğrudurmu? Y-də necədir? Götürüb CD BMP-ni ayırıb ayrıca verin. Bunun bu monitora nə aidiyyəti var ki? İki müstəqil üzvdür. Əgər bu monitor üçün belə bir ardıcılıq qurursansa, niyə də CD üçün qurmayasan? Doğrudur. Deməli Y variantı da bu məsələyə görə səhvdir. Cavabımız C variantı. Yenə dediyim kimi, bizim kitabımızın içərisində olan sual da eynən bunun kimidir. Keçid alırıq 12 nömrəli suala. Vektor qrafikasında minimal obyekt düz xəttdir. B. Orijinal təsvirin ayırd etməsi dots per inchdir. A variantı. Raster qrafikasında da nöqtədir əslində, sonra piksellərdən əmələ gəlir. C variantı da götürmək olar. Santimetr təsvirin fiziki ölçülərini göstərə bilər. Bit isə informasiyanın həcminin ölçü vahididir. İndi gəlin bundan bağlı olan təqdimatımıza bir göz gəzdirək. Məsəl üçün, kompüter qrafikası. Kompüter qrafikası demişdik ki, kompüter qrafikası özlüyündə 4 yerə bölünür. Rasterla vektoru biraz dərin danışırıq, amma fraktalla 3D-ni o qədər uzun uzadı danışmırıq. Rasterda demişdik ki, raster qrafikasında hələ o rastera keçməmişdən qabaq o təsvir məsələsi düşmüşdü. Orijinal təsvirin ayırd etməsi dots per inch, ekran təsviri pixel per inch, printerin line per inch. Burada isə raster qrafika haqqında danışılıb. Bu raster qrafikada ayrıca elementlərdən təşkil olunan bu elementlər piksel sayılır və əsas elementimiz isə nöqtədir. O da olsa düzgün götürə bilərdik. Vektor da nə demişdik? Vektor regular struktur əsasında formalaşır və əsas element düz xəttdir. Doğrudur. Həqiqətən də bu məlumatları bilən tələbə düzgün cavabı əldə eləyər. 1B, 2A, 3C, yəni A variantı düzgün cavabdır. 13 nömrəli sualımıza baxırıq. Bu sualda maraqlı suallardan biridir. İndi bu barədə danışacağıq. Burada açıq kabellərə şəbəkənin qoşulması zamanı istifadə olunur və yaxud enerji uduzcusu rolunu oynayır. Bu terminatorun tərifidir. Terminator. Terminator qurğusu.
B variantı. Nazik kabelə qoşursa bu konnektordur. Hətta biz demişdik ki, nazik sözünü gördünsə o konnektordur. Yoğun koaksial kabel gördün, o nədir? Transiyverdir. Bunu unutmursan. Kanal səviyyəsində çox qurğu işləyir. Hələ bu mənə heç nə demir. Amma eyni protokollu ifadəsi mənə artıq deyir ki, cavab bridge-dir. Burada da bridge yoxdur. Deməli, C heç birinə uyğun gəlməyəcək. C heç birinə uyğun gəlməyəcək. A da terminatorda yoxdur. Fikir ver. A ilə C-ni aradan çıxardıram. Və mənim cavabım artıq cibimdədir. Digər variantlara baxaq, düz gəlir yoxsa yox. Telefon xətti gördümsə cavab nə olmalıdır? Modem və bir də müxtəlif protokol və müxtəlif topologiya və OSI-nin şəbəkə səviyyəsində işləyir. Bu OSI modelinin şəbəkə səviyyəsində bir dənə qurğu işləyir. O da hansıdır? Routerdir. Başqa qurğu olmur. Və salam, cavabımız həqiqətən də doğrudur. C variantı düzgün cavabdır. Bu barədə biz harda öyrənmişik? Lokal kompüter şəbəkələrindən danışanda danışmışıq. Demişik ki, şəbəkənin əsas və əlavə avadanlıqları var. Əsas avadanlıqlar bu dörtlüdür. Əlavə avadanlıqlardan da ayrı-ayrı danışmışıq. Məsəl üçün, testdə qabağımıza çıxandan söhbət eləyək. Router, görürsən, marşrutlayıcı ayrıca şəkli ilə bir yerdə. Eləcə də konnektor izahı ilə bir yerdə, transceiver də yanında. Eləcə də terminator görsənir. Modem haqqında da daha öncədən danışmışdıq. Həm aparat təminatında, həm də qlobal kompüter şəbəkələrində. Elə burada da məncə biz modemdən danışmışıq. Bəli, burada da danışılıb. Kompüterə verilənləri telefon xətti ilə ötürməyə imkan verir. Telefon xətti ilə ötürməyə hissəsini də saraldıram ki, daha rahat olsun gələcək nəsillər üçün. 14 nömrəli sualla davam edirik. Bu sual tipi, belə bir sual biz işləmişdik. Təsadüfən onun cavabı da 22 eləyirdi. Bu da elə o suala oxşuyur. Cavab təsadüfən yenə 22 eləyir. İndi gəlin birlikdə bu sualı işlədək. Demək, bu sualı həll etmək üçün əvvəlcə biz bir neçə dənə funksiyanı bilməliyik. Hansı ki, bu funksiyaların birincisi if-dir. If-in də qaydası bundan ibarətdir ki, əvvəlcə şərt yoxlanılır. Əgər şərt doğrudursa, birinci hesablama, əgər varsa, yoxdursa birinci dəyər, səhvdirsə ikinci dəyər düzgün cavabdır. Baxırıq ki, A1 böyüdümü B1-dən. Baxıram A1-imiz 3-dür, B1-imiz 4-dür. 3 4-dən böyük ola bilər? Yox. Demək cavab nədir? İkinci tərəfdir. Yəni C4-dür. Düz olsaydı cavab B2 olardı. S4 nədir? 6. Deməli, bu xananın cavabını tapdıq. 6 imiş cavab. Silirik ki, fikrimiz yayınmasın. Bura qədər hər şey yaxşı. Len nə deməkdir? Xanadakı mətnin uzunluğunu tapır. S1-də bərabər yoxdur ki, qabağında. Bu elə bir adi bir sözdür. Elə bir bura fikrət yazıblar. Sənin üçün fərqi yoxdur. Bərabər olsaydı, əvvəl geri hesablayaydın, ondan sonra. Biz indi buradakı hərflərə baxırıq, sayırıq hərflərin sayını. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 çıx 6, buranın da cavabı 4 imiş. Əla. Davam edirik. Count if şərt əsasında say. A1 S3 diapazonunda, bu A1 S3 bu diapazondur. Bu gördüyün diapazon daxilində 3-dən böyükləri, yox, 3-dən böyükləri saymaq lazımdır. 3-dən böyük hansıdır? Biri budur, biri də budur. Yenə var? Yoxdur ki. Olmur da dırnaqsız olur. Bəli, bəli, bəli. Dırnaqsız olsaydı 7-ni də götürəcəkdik. Və beləliklə 2 də bunun cavabıdır. Oldu. İndi hesablamağa başlaya bilərik. Yazıb ki, sum S1 D3. S1-dən D3-ə kimi bir dənə toplama aparırıq. Bu diapazondur da bu S1 D3. Toplamanı aparaq. 6 plus 4, 10, o da 4, 14. Yəni buranın cavabı bizə verdi 14. Silirəm. Sonra da deyir A1 B2. A1 B2 də buradır. Bu da 8 verir. Düzdür? 14 o da 8 cəmlə 22 C variantı qutarıb gəlir. 15-ci sualla davam edirik. Bu da çox asan suallardan biridir. Bu sualı mən demişəm 2 üsulla həll eləmək olar. Çox rahat sualdır bax. Fikir verin. Nəyəcə o? 107 orada aidiyyəti yoxdur. Hə, 107 nədir? Səhifələrin ümumi sayı. Ofdan sonra. Birinci səhifəni soruşur. Birinci səhifə necə tapırsan? İki üsul var. Bir üsul budur. Birinci gördüyün ədəddən ikincini çıxıb üstünə bir gəlirsən. 106-dan çıxırsan 103-ü, üstünə bir gəlirsən. Verir sənə 4. Bu bir üsul. İkinci üsul da budur. Mən neçənci səhifədəyəm bu dəqiqə? 103-də. Altına 103 yazılmalıdır. Düzdür? Amma nə yazdım? 106. Deməli, əgər mən 103-dəyəmsə və 103-ə 106 yazılıbsa, bəs birinci səhifə neçədir? Sual budur da. De görüm 103 ilə 106 arasında neçə faiz məsafə var?
Deməli 1 ilə x arasında nə qədər olmalıdır? Deməli x neçə olmalıdır? 4. Bu üsulla da yaza bilərsən, bu üsulla da yaza bilərsən. Hər bir halda cavabı alarsan. Növbəti sual. Bu sualda öncədən işlətdiyimiz suallardandır. Bax, mən bildiyiniz kimi yenə də PowerPoint ilə bağlı, nəinki PowerPoint ilə bağlı, bayaq dediyim kimi bütün mövzularla bağlı testlər işlədirəm yanvar ayında, sonra da ayrıca testlər işləyirik. Bax, bu sual budur, bax. Fikir versən mən sənin işlətdiyim suala. MS PowerPoint proqramında aşağıdakı lent tablarının hansının köməyi ilə şablondan tez və asanlıqla təqdimat yaratmaq olar? Cavab nə çıxıb burada? Fayl menüsü çıxıb. İndi bu da sənə Dövlət İmtahan Mərkəzinin verdiyi sual. Şablondan yeni təqdimat hazırlamaq üçün hansı tabdır? Və salam. Görürsən? Yeni sual deyil ki. İşlətdiyimiz sual. Əyani də baxmaq istəsən buradadır. Fayl menüsü və bu bölmə. Harası? New bölməsi. Şablonlardan yeni təqdimat hazırla. Davam edirik 17-ci sualımızla. Şəbəkə protokolu deyil. Şəbəkə protokolu da əgər sonu p ilə bitməlidir əsasən. Gördüyün kimi belə. Bir dənə qalır ISDN. Bu ISDN də nə deməkdir? Simli əlaqə vasitəsi deməkdir. Qlobal şəbəkələrin təqdimatına gedək. Mən yəni göstərə bilərəm sizə onu. Bax buradadır. Simli əlaqə vasitələrindən biridir. 80-cı illərdə əsasən istifadə olunub ofislər arasında mövcud telefon xətti üzərində səslə yanaşı məlumat və video xidmətləri təmin edən telekommunikasiya şəbəkəsi texnologiyasıdır və simli əlaqə vasitəsidir. Protokol deyil. Protokollar isə bunlardır. Protokollar isə bunlardır. TCP, IP, bizə lazım olanlar da təbii ki. UDP, ARP, FTP, HTTP, NNTP, ICMP, sonra elektron poçtla bağlı olanlar SMTP, POP3, IMAP. Və salam. Başqa da bizə lazım olan protokol yoxdur. Hansı ki bizim proqramımızda olanlar bunlardır. Ə, İndi keçəcəyik 18 nömrəli suala. 18 nömrəli sual maraqlı suallardan biridir. Bu məsələn təzə sual idi. Heç bir yerdə görünməyən sual, amma çətin sual deyildi. Orfoqrafik səhvlərin aşkarlanması üçün variantlar hansılardır? Ümumiyyətlə Word-də orfoqrafik səhvlər olarsa əgər, o qırmızı dalğalı xətlərlə görsənir. Qırmızı dalğalı xətlərdə, mavi qoşa xətlərlə isə qrammatik səhvlər görsənir. İndi bu qırmızı dalğalı xətlər bir şey görsək burada mən sizə yəni göstərərəm onu. Tapdım deyəsən buralardadır. Böyle söz. Görsən. İndi məsələ nədir burada? Məsələ odur ki, sualda verir ki, necə eləyim ki, onları düzəldim. Birincisi elə bir düzdür. Çünki o şey üçün sən review lent tabının içərisindən spelling grammar kombinasiyasıdır. Bu da bir də klaviaturun F7 düyməsidir. İstifadə edə bilərsən. 1-dir, bir də 3-dür. 1 ilə 3-ü tapmısan. İndi bilmirsən cavab 1-3-5-dir yoxsa 1-2-3-dür. 2-nin olmadığı şübhəsizdir. Çünki əgər spelling grammar lent qrupu reviewdadsa, viewda necə ola bilər ki? 1 düzdürsə deməli 2 onu inkar edir də. Qaldı ki 5, 5 də doğrudur. Həmin sözün üzərində sağ düyməni sıxıb buradan da müəyyənləşdirə bilərsən o məsələni. Məsələn buradan. Sənə deyir ki, bax, bu söz belə deyil ha. Belə bir söz var. İstəsən dəyişim sənin üçün. Düzdür? Eləyir. Heç bunu sənin bilməyə ehtiyac yox idi. 1 ilə 3-ü bilsən, onsuz da 1-2-ni təkzib eləyir. 2-ni tulladın, 1 üst bir dənə variantda qalır. Amma yenə bilməyin məsləhət olar. B variantı. 19 nömrəli sual gözəl suallardan biri idi. Bu sualı bir neçə üsulla yazmaq olar. Məsələn, vaxtın çoxdursa, bunu hamısını 10-luğa keçirdib sonra 16-ya belə-belə gedib də tapa bilərsən. Amma mən deyərəm ki, bu üsulu indi mənim deyəcəyim bu üsulla bu sualı bu üsulla daha rahat taparsan. Deməli, 2 üstü 3 qoy qalsın. 2 üstü 3 özlüyündə 8 deməkdir. Doğrudur. 16-dan balaca ədəd olduğu üçün biz bunu belə yaza bilərik. 8 vurulsun 16 üstü 0. Yaza bilərik də. Plus. 8 üstü 2, 2 üstü 3 üstü 2-dir. Yəni 2 üstü neçə? 6. İndi 2 üstü 6-dır da bu. Biz 16-lığa gətirmək istəyəndə 2 üstü 4 əsasdan göstərməliyik. 4-ü nəyə vursam 6 eləyər. 1-ə vurmalıyam. 2-yə vursam 8 eləyər. 1-ə vurmalıyam. 2 üstü 2 havada qalır. O da əmsal kimi vurulur bura. Oldu? 4 vur. 2 üstü 4-ü silim təcili. Nə yazım yerinə? 16 üstü 1. Plus.
7 vurulsun 8 özü 2 üstü 3'dür. 2 üstü 3 üstü 3. Yəni neçə? 9. 2 üstü 9. İndi mən bu 2 üstü 9-u yenə 2 üstü 4 əsasdan göstərməliyəm də. 4-ü nəyə vursam 9-a heç olmasa yaxın olar. 2-yə vuraram 8 olar. 2 üstü 1 havada qalıraq. Atırıq bu 7-nin yanına. Oldu? Bu 2 üstü 4-də silirəm. Yerinə yazıram 16. Vəssalam, iş artıq hazırdır. Bu belə deyək də sağdan sola yox, soldan sağa olsa daha yaxşı olardı. Yəni belə yaza bilərdik də. 14 vurulsun 16 üstü 2 plus 4 vurulsun 16 üstü 1 plus 8 vurulsun 16 üstü 0. İndi daha rahat bunu həll edərik. 16-nın ən böyük qüvvəti neçədir bizdə? Yazaram 2, 1, 0. 2-dən 0-a qədər yazaram. 16 üstü 2-nin əmsalı neçədir? Yəni hansı hərf? E hərfi. Bizə belədir də 10A-dır, 11B-dir, belə-belə gedir, 15 də F-dir. Deməli 14-də Y olmalıdır da. Sonra 16 üstü 1-in əmsalı neçədir? 4. 16 üstü 0-ın əmsalı neçədir? 8. Vəssalam Y48. Ən qısa yolla belə tapmaq olar bunu. Başqa variantla da yazarsan, nə bilim istəsən bunu 8-li say sisteminə çevirərsən, sonra çevirərsən 10-luğa, iş uzanar biraz. Məsləhətdir ki, ən qısa yolla belə yazasan. Belə, maraqlı sualdır. Mən demirəm çox asan sualdır. Yəni bəzən çox adam deyir ki, çox asandır. Xeyr, bu da bunun üçün sən bir çox şeyi bilməlisən əslində. Amma o qədər də çətin sual deyil də. Yəni bundan çətin suallar olur. 20-ci sual sonuncu qapalı sualdır. Keçəcəyik sonra açıq tipli test tapşırıqları. 20-ci sualda maraqlı sualdır. Gəlin bu sualda yazaq. Uyğunluq sualdır. Uyğunluğu müəyyən edin. Xana sayını tapanda nə edirsən? Əvvəlcə birinci sütunu yazırsan, sonra sonuncu sütunu yazsın. Yazdın. Arada nə çatmır? B, S oldu. Demək neçə sütundur burada? 4 sütun. Sətir sayında da belədir. 10-dan 4 çıxıb üstünə 1 gəlməlisən. 10 çıx 4 plus 1. Bu da mənə neçə verir? 6, o da bir 7. Ev yox. Narahat. Həyəcanlam. İndi sütun sayını sətir sayına vurub xana sayını tapırsan. Deməli cavabımız nə olacaq? 28. Bu hazırdır. Sətir sayını tapanda ehtiyac yoxdur bu uzatmağa məsələni. Sadəcə axırıncı rəqəmdən əvvəlkin çıxıb üstünə 1 gəlirsən. 19-dan çıxdın 2-nin üstünə 1 gəldin. 18. Qorxma daha rahat ol deyə bilərsən. Sütun sayında da birinci hərflə sonuncu hərfi özü veribdir. Arada nə çatmır? S, D, Y. Oldu. Neçə sütun oldu? Və salam. Bu da oldu D. Hazırdır. 1B, 2A, 3D. B variantı. Gəldik açıq tipli test tapşırıqlarına. Bu sual mən deyərdim ki, qəbuldakı ən çətin sual idi. Diqqət sualı. Niyə görə? Çünki burada bizə deməyib ki, əsas tabları və yaxud kontekstual tablar. Deyir, əsasən yəni, lent tabı olsun, fərqi yoxdur. Bax, paragraf lent qrupudur. Baxaq, lent tabı nədir, lent qrupu nədir? Lent tabı bunlardır. Görürsən, hə? Bunlardır. Lent qrupu nədir? Bu tabları təşkil edən altdakı ifadələr. Aydındır? Məsələn, paragraf lent tabı deyil ki, lent qrupudur. Deməli, bir getdi, 3 də lent qrupudur, layout tabında olur. 4 də eyni qaydada. Hələ ki 2 götürürük. Hələ ki. Outlining. Sonra draw götürmək olar, proofing də lent qrupudur. Bir də equation köməkçi tabdır. Çətinliyi elə o idi. Əsas tablardan ikisi verir, 2 ilə 5. Equation köməkçi tabdır. Amma yenə tabdır da. Demir ki, əsas tablardır. Sənə deyir ki, tab olsun orada. Fərq eləmir onun üçün. Deməli biz ümumiyyətlə hardan bilə bilərik ki, məsəl üçün tablar hansılardır? Təbii ki, özümüzün öyrənməyi daha yaxşı olar. File menyusundan gedərik options'a, oradan customize ribbon-a, oradan da bax burada main tabs var, düzdür? Əsas tablar bunlardır. Heç bizim belə qabağımıza çox da çıxmayan tablar var. Məsələn, blog post, outlining, background removal. Bunlar da əsas tablardır və yaxud developer bu şəkildə. Bir də köməkçi tablar var, tool tabs. Məsələn, Smart Art Design, format, chart design, format bu şəkildə. Bir də mən sizin üçün tək mən yox, bir neçə müəllif belə bir təqdimat hazırlamışdıq, sizə göndərmişəm. Bu təqdimatın da içərisində 3 dənə ofisin bir-birindən müqayisəli təhlili var. Mən indi bir-bir onları göstərmirəm, əsas lazım olan yeri göstərirəm. Gördüyünüz kimi əsas lent tabları Word-də, Excel-də və PowerPoint-də,
Eləcə də köməkçi tablar yenə Word-də, Excel-də, PowerPoint-da və equation-ı burada görə bilirsən yəqin ki. Köməkçi tabların içərisində. Davam edirik 22-ci sualla. Bu sual əslində hesablanması çox da lazım deyildi. Çünki artıq sizə bəllidir ki, 2021-ci ilin birinci cəhdində bu sual qəbula düşüb. Və mən sizə demişdim əvvəlcədən ki, bu sual iki cür sənin qabağına çıxa bilər. Böyük ehtimal açığa düşəcək. Ya səndən soruşacaq neçə dəfə dövr eləyir. Səhv etmirəmsə 5 dənə dövr olmalıdır. Ya sənə sual verəcək ki, bunun cavabı neçə eləyir? 13 eləyir cavabı. Demişdim. Yəni bu konkret qəbul sualıdır. Yəni bir var ki, məsələn sən hansısa sual oxşadasan hansınasa, o ayrı söhbətdir. Bu konkret qəbul sualıdır. Sual 2021-ci ildə necə var idisə eləcə də düşüb. Cavabı da 13-dür. Orada da 13 idi. Amma hesablayıram da. N'imiz 5, x'imiz 2-dir. S'in birinci qiyməti 0, ikinci qiyməti 1. I də 1-dir. I 1-dir. 1 kiçik bərabərdirmi 5-dən? Bəli. Həqiqətən də kiçikdir. Onda yeni x bərabərdir. Biz hardayıq bu dəqiqə? Burada. Yeni x bərabərdir. Köhnə x, neçə idi köhnə x? 2. 2 vurulsun mənfi 1, yəni mənfi 2, plus 5. X oldu müsbət 3. Düşürəm aşağı. 3 sıfırdan kiçikdir? Yox. Onda S1 dəyişir. S1 bərabərdir. Köhnə S1, yəni 0, plus x-in əlimizdəki müvafiq. Deməli, S1 oldu 3 artıq. Və oradan da düşürük bura. I bir vahid artdı. Bayaq 1 idisə, indi I oldu 2. I bərabərdir 2. S-in ikinci qiyməti isə S1 3 tapmamışıq. Plus S-in ikinci qiyməti, yəni 1. Bu da görsənir də S. Bəli. S2 də oldu 4. S1 də 3. X də 3, I də 2. Birinci dövrün sonunda belə bir nəticə əldə elədik. Və biz yuxarı qalxırıq yenə. I kiçik bərabərdir M-dən. I 2-dir də. Bəli, 5-dən kiçik bərabərdir. Doğru fikirdir. Təzə x bərabərdir. Köhnə x, yəni mənfi yəni 3 vurulsun mənfi 1 plus 5. X neçə olur bu dəfə? Mənfi 3 plus 5. Də elə belə deyək. Mənfi 3 plus 5, yəni müsbət 2. Mənfi 3 plus 5 oldu 2. İndi birazdan belə olacaq. Gah 2 olacaq x, gah 3 olacaq. Bu formada. 2 sıfırdan kiçikdirmi? Yox. S1. Köhnə S1 plus x. Yəni 3 plus əlimizdə olan x. S1 neçə oldu? 5 oldu. Son olaraq S1'imiz 5 oldu. Yenə düşür aşağı. I öz növbəsində bir vahid artır olur 3. S'in ikinci qiyməti də köhnə S1, yəni 5 plus S2. 5 plus 4. Bu da oldu mu 9? Oldu. Yenə qalxırıq yuxarı. Məcburiyyətdir, çünki bu xətt bizi yuxarı aparır. 3 kiçik bərabərdirmi 5-dən? Hə. Təzə x bərabərdir. 2 vur mənfi 1 plus 5. X neçə oldu yenə? Yenə 3 oldu. Gah 3 olur, gah 2 olur. 3 kiçikdirmi 0-dan? Hə. Yox, daha doğrusu. S1 köhnə S1 plus x. Köhnə S1 neçə idi? 5. X-i neçə tapdıq bu dəqiqə? Yenə 3. Bayaq 2 tapmamışdıq. Yenə 3 tapdıq da. 5 plus 3 S1 oldu 8. I bir vahid artdı yenə. Oldu 4. Gördüyün kimi. S2 bərabərdir S1 plus. S1 neçədir? 8. Bu neçədir? 9 plus 8 17. Yenə qalxırıq yuxarı. 4 5-dən kiçik bərabərdir. Hə. Təzə x yenə də 2-yə bərabər olacaq. 3 vur mənfi 1 plus 5. Yenə 2 oldu. Təzən x 2 oldu da. Belə oynayacaq o həmişə. 2 kiçikdirmi 0-dan? Yox. S1 bərabərdir S1 plus x. 8 idi. O da x 2 tapdıq axı. S1 oldu 10 bu dəqiqə. Əlimizdə sonuncu S1 10'dur. Düşürük aşağı. I bir vahid artır olur 5. S2 də deməli S1, yəni 10, o da 17, 27 olur. Artıq axırıncı kruqa giririk. Qalxdıq yuxarı. 5 almışıq da i'ni. 5 5-dən kiçikdir? Yox. Amma bərabərdir axı. Yenə həyə getməliyik məcburan. X yenə 3 olacaq. Adət üzrə. 3 sıfırdan kiçikdir? Yox. S1 bərabərdir S1 plus x. Yəni 10 plus 3 S1 oldu 13. I bir dənə artdı oldu 6 da. S2-ni boşu-boşuna hesablamıram. Mənə lazım deyil. Yuxarı qalxacağım. 6-da axı artıq i. 6 5-dən böyüdür. Kiçikdir? Yox. Qutardı. S1 də son dəfə nə tapmışdıq? 13 tapmışdıq. Cavabımız da deməli 13-dür. Dediyim kimi, köhnə qəbula işləyən adam üçün bu sualı işləməyə ehtiyac yox idi. Amma indi yenə əlimizə düşdü, danışdıq.
23-cü sual maraqlı suallardan biridir. Qrafikada əslində bundan da çətin suallar var. Amma bu dəfə o qədər çətin sual sanmıyorum. Bu sualı həll edə bilmək üçün birinci növbədə sən şəklin həcmi necə tapmaq olur onu bilməlisən. Düstur belədir. Ekranın eni vur ekranın uzunluğu vur bir rəngin həcmi. En bitlə ifadə olunur. A'mız oldu 1024, 2 üstü 10. B'miz də 2 üstü 10. Vur en bit. Yəni bir rəngin həcmi bizə bəlli deyil. Bəlli olmadığı üçün biz yəqin ki bizə en biti tapmaq üçün bir həcm veriləcək də kömək üçün. Həcmimiz olacaq necə? Aha. Bu dəmdə magistr imtahanının cavabları çıxdı deyə bir fasilə verəsi olduq. Kiçik bir fasilə. Qaldığımız yerdən davam edəcəyik. Ee, Adapterimiz buradadır. Kompüterizə edək. 3 sual qalıb, 2 sual qalıb. Yekunlaşdırırıq onsuz da. Sonra başqa bir sınaq işləyəcəyik birlikdə. Davam edək. Deməli dediyimiz kimi V-ni bizə verməyib. Birbaşa, yəni qabağımızda həcm görsənmir. Amma həcmi tapmaq üçün bizə şərait veribdir. Yazıb ki, şəbəkənin ötürmə sürəti 1 saniyədə 2 üstü 9 kilobitdir. Və bu şəbəkə öz işini 16 saniyə, yəni 2 üstü 4 saniyə bitirib. Deməli həcm nə qədər imiş? Həcm x bərabərdir 2 üstü 13 kilobit imiş ki, o işini qutarım. Həmin həcmi V-ni silib yerinə qoyuruq. 2 üstü 13 kilobit. Sonra nə edirik? Biz bərabərliyin sol və sağ tərəflərini bir-birinə bərabərləşdirməliyik də, doğrudur? Bərabərləşdirməliyik, onun üçün gərək sağ tərəfi kilobiti bit eləyək. Bunun da qaydası belədir. Kilobitdən bitə keçmək üçün 2 üstü 10-a vurmaq lazımdır. Bu o qədər xırdalığa düşməyəcəm. Çünki biz artıq bunu keçmişik. Vaxt çoxdur, video çox uzun çəkməsin. 2 üstü 10-a vuranda artıq sol və sağ tərəflər bərabərləşir. Sol tərəfi 2 üstü 20-yə ixtisar aparsam, n bərabər olacaq 2 üstü 3, yəni 8 bit. Bu bizim nəyimizdir? Bir rəngimizin həcmi. Sualda bizdən bir rəngin həcmi soruşmur ki, bütöv palitranı soruşur. Aldığımız nəticəni 2-nin qüvvətinə qeyd edib, ümumi cavabı əldə edəcəyik. Deməli, nə qədər imiş? 256 rəng çaları var imiş. 8-i qoyursan 2-nin üstə məsələn. O sənin tapdığın 8 də bir rəngin həcmidir. 24 nömrəli sualla davam edirik. Fon şəklinin iş masasında yerləşdirilməsi. Bu da bizim əvvəldən hazırlaşdığımız suallardandır. Center mərkəzə yerləşdirə bilərik. Stretch mümkündür. Tile və span mümkündür. Bundan əlavə fil və bunun kimi başqaları da mümkündür ki, görüm indi Windows-u açıb sizin üçün yerindəcə göstərə bilsəm daha yaxşı olar. İş masası kontekst menüsündən personalize bölməsindən bunu eləmək olur. Background bölümündən və eləcə də hansı versiyalarda yerləşdirmək olar onu da indi göstərəcəm sizin üçün. Bax, burada yerləşdirmiş olmalıyım onu. Burada bir yerdə olmalı idi. Hə, bax buradadır. İş masasında arxa plana şəkillərin yerləşdirmə qaydaları. Gördüyün kimi bu qaydalar. Və nəhayət 25-ci sual. Akseslə bağlı düşə biləsi çox çətin suallar var idi, hansı ki bu yüngül sualdır. Əgər məlumatları bazaya daxil ediriksə və yaxud ona baxırıqsa, bu formadır. A variantı. Bazanın əsas obyektidirsə və verilənləri saxlayırsa, bu cədvəldir. B variantı. Mürəkkəb əməliyyatlar moduldur. Avtomatik yerinə yetirmə makrosdur. Qaldı ki, seçim, emal, axtarış, o da sorğudur. D variantı. Buna da bir balaca göz gəzdirək və videomuzu yekunlaşdıraq. Deməli, bax bu gördüyümüz akseslə bağlı təqdimatımızdır. Burada hər şey çox incə detalları ilə işlənib. Beləliklə, biz videomuzu yekunlaşdırırıq. 2026-cı ilin 2-ci cəhdi də bu formada edir. Bu il 3-cü cəhdində hələ izahı olacaq. İnşallah növbəti ay.